Herkese Allahın salamı və rəhməti olsun. Bugün sizlərlə belə bir motiv toxuyacağıq. Motivimiz ürək motivdir. Model olaraq isə toxunuş popcorn model olacaq. Mən bu motivin eskizini çəkmişəm. Eskizdə gördüyünüz hər bir qara rəngli dama bir popcorna işarə edir. Motivə daha yaxından baxılacaq olsa, gördüğünüz kimi her popcorn sırasının arasında bir sıra boş toxunacaq. Yani popcornlar modelin arxa hissəsində toxunur. Arxa hissədə popcornu qururuq. Ön sıraya keçəndə isə bir sıra düz bir şəkildə sıx iğnə toxuyuruq. Bir sıra yani popcorn toxunursa, diğer sırada düz bir şəkildə toxunacaq. İndi mən bunu bu şəkildə tuturam. Siz istəsəz bunun ekran görüntüsünü alarak nümunə üçün saxlaya bilərsiniz. İleriki videolarda motiv birləşdirməsini də göstərəcəm Allahın izni ilə. İndi isə keçək toxumağa. Toxuyarkən istifadə etdiyimiz ip Tunç Soft Baby ipindəndir. Renk kodunu isə xatırlamıram. Milçəm isə 2 milimetrlik milçədir. Siz istəsəz daha böyük milçədən də istifadə edə bilərsiniz. Məsələn, əgər motivdən daha sonra uşaq adyalı toxuyacaqsınızsa, iri milçədən istifadə etsəz, məsələn 2,5 mm, 3 mm'lik milçələrdən istifadə etsəz, modeliniz daha yumuşaq alınar. Nəinki mənim motivim kimi bərk alınmaz. İndi isə başlayaq toxumağa. Toxumağa keçərkən ilk öncə bu şəkildə ilmə bərkidirik və 27 ədəd zincir çəkirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 20. İndi burada bir zincir əlavə çəkirik, yəni 28-ci zinciri çəkirik və dönüb zincirin arxa tərəfini bu formada göstərsəm, bu formada kənar qanadlardan batmayacaq. Arkada bir bu zincir var, batılacaq. Və ikincisindən batacağım ben. Bu şekilde biraz bir dakika. Bu formada tutup bu arkadaki kanatlardan batarak sık iğne tokuyacağım. 27 adet bu formada arka kanatlardan batarak sık iğne tokuyoruz. Bakın yanında biri de var. Her kanada bir defa batarak sık iğne tokuyoruz. Belə olduğu təqdirdə bu tərəfi də sümbül şəkildə olur, diğer tərəfi də sümbül şəkildə alınır. Baxın, hər iki tərəf sümbül şəkildə olur. Bu şəkildə sıra sonuna qədər toxuyub gəlirik. Sıra sonuna qədər toxuduq gəldik. 27 sıx iğnəmiz oldu. İndi bir zincir çəkirik bu şəkildə və geri dönürük. Geri dönüb bu formada hər iki qanadın içindən batarak formada batarak toxuyuruq. Bu formada hər iki qanadın içindən batarak sıx iğnə toxuyuruq. Bu şəkildə 4 sıra sıx iğnə toxuyacağıq. Hal-hazırda ikinci sıramızı toxuyuruq. 4 sıra sıx iğnə toxuyub gəlirik. Dört sıra toxuduq gəldik. İndi bir zincir çekerek üst sıraya keçirik. Bu sırada bu bizim arka sıramız sayılır ve bu sırada biz popcornları quracağıq. Popcornları qurarkən sayırıq. Məsələn, burada bu qara xəttdən bura qədər 9 ilmə var. 10, 11, 12, 13. 13 ilmə sıx iğnə toxuyuruq. Bir dənə popcorn toxuyuruq. Sonra tekrar 13 ilmə sıx iğnə toxuyacağıq. Növbəti sırada isə düz tərəfdir. Heç bir
əlavə iş görmədən sıx iğnə olaraq toxuyacağıq. Deməli, 13 ilmə sıx iğnə toxuyub bir dənə popcorn toxuyacağıq. Deməli, 5-ci sıradayıq və 13 sıx iğnə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 sıx iğnə toxuduq. İndi isə popcorn qururuq. İlk popcornu. Bir dəfə dolayırıq. Bu sırada gələn ilmədən batırıq. Bir dəqiqə. Formada. Sıradan gələn ilmədən batırıb çəkirik. Və bir ədəd yarım trabzan toxuyuruq. İkisini bağlayıb birini saxlayırıq. Bir dəfə dolayırıq. Yenə eyni yerdən bataraq bir ədəd yarım trabzan toxuyuruq. 2 dənəsini bağladıq. 3 dənə ipimiz oldu milçənin üzərində. Yenə bir dəfə dolayırıq. Eyni yerdən batıb bir ədəd yarım trabzan toxuyuruq. 4 ilməmiz oldu. Bir dəfə dolayırıq. Eyni yerdən batırıq. Yarım trabzan toxuyuruq. 5 ilməmiz oldu. Və bir dəfə də dolayıb eyni nöqtədən bataraq bir ədəd yarım trabzan toxuyuruq. Və 6 ədəd ilməmiz oldu milçənin üzərində. Bu 6 ədəd ilməni hamısını birlikdə bu formada bağlayırıq. Belə. Sıradan gələn ilmədən bataraq sıradakı, baxın, formada tutanda sırada gələn ilmənin başından bataraq bir ədəd sıx iğnə toxuyuruq. Belə. Və çevirəndə popcornumuz görsənir. İndi bu formada bir sıx iğnə toxuduq. Geri qalan 12 sıx iğnəni də toxuyub gəlirik. Beşinci sıranı da bitirdik. İndi 6-cı sıraya keçirik. Bir ilmək çəkib üst sıraya keçirik. Və indi biz ön tərəfdə olmuş sayılırıq və bu sırada bütün ilmələrə bir dəfə bataraq sıx iğnə toxuyuruq. 2, 3. İndi mən burada göstərmək istəyirəm. Bu sırada məsələn 11 sıx iğnə toxumuşam. 12-ci sıx iğnəni toxuyuram. Və bu dib hissədən bataraq 13-cü sıx iğnəni toxuyuram. Və tam da bax üstündə, popcornun üstündə bir ilmə daha var. Oradan batıb 14-cü sıx iğnəni toxuyuram. Bu bizim tam mərkəzdəki sıx iğnəmiz sayılır. Sonra buradan batıram bu formada. Və 15-ci, 16-cı bu şəkildə sıra sonuna qədər 27 sıx iğnə toxuyub gəlirəm. 6-cı sıranı bitirdim, gəldim. İndi 7-ci sırada 2 ədəd popcorn toxuyacağıq. Bunun üçün bir zincir çəkirik və üst sıraya keçib bu formada motivimizin arxa tərəfindəyik. Yəni popcornlarımızı, motivimizin naxşını arxa tərəfdə qururuq. Və 11 sıx iğnə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 sıx iğnəmizi toxuduq. Bir popcorn qururuq. Bir dəfə dolayırıq. Yanında gələn ilmədən bir yarım trabzan, ikinci yarım trabzan, üçüncü yarım trabzan eyni yerdən.
Dördüncü yarım trabzan. Dördüncü yarım trabzanımız. Aha. Bir dakika. Ve beşinci yarım trabzan. 5 adet yarım trabzanımızı toxuduq. Eyni yerdən. 5 yarım trabzan toxuyanda 6 adet ilməmiz oldu milçənin üzərində. 2, 3, 4, 5, 6. Və 6 yarım trabzanın hamısını birlikdə, daha doğrusu 6 ilmənin hamısını birlikdə bağladıq. 3 sıx iğnə toxuyuruq. 1, 2, 3. 3 sıx iğnə toxuduq. Tekrar bir tane de popcorn kururuq. 1 yarım trabzan. İkinci yarım trabzan. Üçüncü yarım trabzan. Dördüncü yarım trabzan. Bir dakika. Bir yana gitti. Ve beşinci yarım trabzan. Olmadı. Bir dakika. Beşinci yarım trabzan. Bu formada 5 yarım trabzan toxuduq. Milçəmizin üzərində 6 ilmə oldu. Və hamısını birlikdə bağlayırıq. Geri qalan 11 sıx iğnəni də toxuyub gəlirik. 7-ci sıranı da bitirdik. Bir zincir çəkib üst sıraya çıxırıq və dönürük. 8-ci sırada düz bir şəkildə hər ilməyə bir dəfə bataraq 27 sıx iğnə toxuyub gəlirik. 8-ci sıranı da düz bir şəkildə toxuduq gəldik. İndi 9-cu sıraya keçirik. 9-cu sırada 9 sıx iğnə toxuyacağıq, bir popcorn quracağıq və 2, 4, 6, 7 sıx iğnə toxuyub tekrar bir popcorn qurub 9 sıx iğnə sona qədər toxuyacağıq. İndi 9 sıx iğnəni toxuyuruq. Dokuz sıx iğnəni toxuduq gəldik. Bir popcorn qururuq. Birinci yarım trabzan. İkinci yarım trabzan. Üçüncü yarım trabzan. Dördüncü yarım trabzan. Ve beşinci yarım trabzan. 5 yarım trabzan toxuduq. Eyni yerdən bataraq 6 ilməmiz oldu. 6'sını da birlikdə bağlayırıq. Və 7 sıx iğnə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7. 7 sıx iğnə toxuduq. Bir trabzan da bir popcorn yenə qururuq. Bir yarım trabzan. Bir yarım trabzan. İkinci yarım trabzan. Üçüncü yarım trabzan. Dördüncü yarım trabzan. Beşinci yarım trabzan. 5 yarım trabzan toxuduq. 6 ilməmiz oldu. 6'sını da birlikdə bağlaydıq. Və geri qalan 9 sıx iğnəni də düz bir şəkildə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndi bir ilmə çəkərək zincir. Diğer sıraya keçirik və 10-cu sıradayıq. Bu sırada düz bir şəkildə 27 ədəd sıx iğnə toxuyub gəlirik. 10-cu sıranı da toxuduq gəldik. Baxın, bu formada görsənir. İndi 11-ci sıraya keçirik və
Burada 7 sık iğne toklayacağız. 1 7 sık iğne toxuduq, bir popcorn qururuq. Popcornumuzu qurduq, 6 ilməmiz var və hamısını birlikdə bağlayırıq. Sonra ortada 9 sıx iğne toxuyuruq. 9 sıx iğne toxuduq. Əksik demişəm, 11 sıx iğne toxumaq lazım idi. 10 11 11 sıx iğnəni toxuduq ortada. Popcorn və popcorn arasında 11 sıx iğne və ikinci popcornumuzu qururuq. Popcornumuzu qurduq. Geri qalan 7 sıx iğnəni də toxuyuruq. 1 2 3 4 5 6 7 Geri qalan 7 sıx iğnəmizi də toxuduq və bir ilmə zincir çəkərək üst sıraya çıxırıq. Və geri dönürük, ön tərəfdəyik. Yine her zaman kimi ön tərəfdə düz bir şəkildə toxuyuruq. 12. sıranın da düz bir şəkildə toxuduq gəldik. İndi bir ilmə zincir çəkərək 13. sıraya keçirik. Motivimizin tərs tərəfindəyik və 5. sıra popcornumuzu qururuq. 5 ədəd sıx iğne toxuyuruq. 1 2 3 4 5 5 ədəd sıx iğne toxuduq. Bir popcorn qururuq. Popcornumuzu qurduq və 15 ədəd sıx iğne toxuyuruq. Popcorn və popcorn arasında 15 ədəd sıx iğne toxuyuruq. On beş ədəd sıx iğnəmizi toxuduq və popcorn qururuq. Popcornumuzu qurduq və geri qalan 5 sıx iğnəni də toxuyuruq. 2 3 4 5 və bir ilmə çəkərək üst sıraya çıxırıq. Yine her zamanki kimi üst sırada bütün ilmələri düz bir şəkildə toxuyub gəlirik. 14. sıranı da toxuduq, bitirdik. 2, 4, 5 tane popcorn toxumuşuq. 14. sıranı bitəndə bir zincir çəkdik, üst sıraya çıxdıq və geri dönürük. Arxa tərəfdəyik. İndi öncə 3 sıx iğne toxuyacağıq, bir popcorn quracağıq. Sonra 19 sıx iğne deyəsəm, bir dəqiqə. 2, 4, 6, 8, 10, 12, 14. 14. sıranı toxuduq, bitirdik və 5 ədəd popcorn qurmuşuq. Bir ilmə çəkib üst sıraya çıxdıq və geri döndərdik. Arxa tərəfdəyik. 15. sıradayıq. 15. sırada 3 sıx iğne toxuyacağıq. Bir ədəd popcorn quracağıq.
19 sıx iğnə, 1 popcorn və 3 sıx iğnə şəklində toxuyacağıq. 1, 2, 3 sıx iğnəmizi toxuduq. 1 popcorn qururuq. Və 19 sıx iğnə toxuyub gəlirik. Popcornumuzu qurduq, 19 sıx iğnə toxuyub gəlirik. On dokuz sıx iğnəmizi toxuduq və bir popcorn da qururuq. Popcornumuzu qurduq və son 3 sıx iğnəni toxuyuruq. 2, 3. Bir zincir çəkib üst sıraya çıxırıq. 16-cı sıradayıq və 16-cı sırada 27 sıx iğnəni düz bir şəkildə toxuyub gəlirik. 16-cı sıranı toxuduq, qurtardıq, gəldik. Bir zincir çəkərək üst sıraya çıxırıq. İndi bildiyimiz kimi bir sıra toxuyub popcornu qururduq arxa sırada. Növbəti bir sıranı düz bir şəkildə toxuyurduq. İndi 3 sıra eyni bir şəkildə toxuyacağıq. Yəni 3 sıra deyərkən 6 sırada, məsələn 3 dəfə arxa üzdə eyni şəkildə toxuyacağıq. Məsələn, bu bizim arxa üzdəki ilk sıramız deyək. 1, 2 sıx iğnə toxuyub bir popcorn quracağıq. 1, 2, 3. Beş ədəd yarım trabzanımızı toxuduq. 6 ilməmizin birlikdə bağladıq. 2 sıx iğnə toxuduq. Bir popcorn qurduq. Və 21 sıx iğnəni ortada düz bir şəkildə toxuyuruq. 21 sıx iğnəni toxuduq, bir popcorn qururuq. 2, 3, 4 və 5. 5 ədəd yarım trabzan toxuduq, eyni yerdən bataraq və 6 ilməni birlikdə bağladıq. Geri qalan 2 sıx iğnəni də toxuyuruq. Belə. Və bir zincir çəkib üst sıraya çıxırıq. Deməli, nə etdik? 2, 4, 6, 8, 10, 12, 14, 16, 17-ci sıradaydı. 17-ci sırada 2 dənə sıx iğnə toxuduq arxa tərəfdəykən. 2 sıx iğnə toxuduq, bir popcorn qurduq, 21 sıx iğnə toxuyub, bir popcorn qurub, yenə 2 sıx iğnə toxuduq. Sonra 18-ci sırada düz bir şəkildə toxuyacağıq. Yəni 17-ci sırada etdiyimizi 19-cu və 21-ci sıralarda da edəcəyik. 18, 20, 22-ci sıralarda düz bir şəkildə toxuyacağıq. 17-ci sırada etdiyimizi, yəni 17-ci sırada 2 toxuduq, bir popcorn qrup, 21 dənə toxuduq, sonra bir popcorn qrup, 2 dənə yenə sıx iğnə toxuduq. 19-cu və 21-ci sıralarda da eyni şeyləri toxuyub gəlirik. Deməli, biz indi 17-ci sıranı toxuduq, 17-ci, 19-cu və 21-ci sıraları eyni şəkildə toxuyacağıq. Yəni 17-ci sırada 2 sıx iğnə toxuduq, bir popcorn qurduq, 21 sıx iğnə toxuduq, bir popcorn, yenə 2 sıx iğnə toxuyub üst sıraya çıxdıq. 17, 19 və 21-ci sıralar. Ortadakı 18-ci, 20-ci və 22-ci sıralarda düz bir şəkildə, yəni o da üst tərəfə düşəcək. Düz bir şəkildə sıx iğnə toxuyub gəlirik. 21-ci sıradayıq hal-hazırda və 21-ci sırada nə etdik? 2 dənə toxuduq, 2 sıx iğnə toxuduq, bir fıstıq qurduq. Fıstıq nə idi?
Hal-hazırda 21. sıradayıq. 21. sıranı toxuyuruq və 21. sırada başlayarkən 2 sıx iğnə toxuduq, 1 popcorn qurduq, sonra 10 sıx iğnə toxuyuruq. 10 sıx iğnə toxuduq və tam mərkəzdə bir dənə də popcorn qururuq. 2, ikinci yarım trabzan, üçüncü yarım trabzan, dördüncü yarım trabzan, beşinci yarım trabzan ve 5 yarım trabzan toxuduq, hamısını birlikdə bağlayırıq. İşte. Hamısını birlikdə bağladıq. 10 sıx iğnə yenə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 sıx iğnə toxuduq. Bir dənə də popcorn vururuq. Birinci yarım trabzan, ikinci yarım trabzan, üçüncü yarım trabzan, dördüncü yarım trabzan ve beşinci yarım trabzan. Hamısını birlikte bağladık ve 2 sıx iğnə toxuyuruq. 21. sırada bitirdik. Bir zincir çekerek üst sıraya çıxırıq. 22. sıradayıq. Ve 22. sırada düz bir şekilde toxuyup gelirik. 22. sırada 27 sıx iğnəni düz bir şekilde toxuduq, geldik. İndi bir zincir çekerek üst sıraya çıxıb dönürük. 23. sırada başlayarkən 3 sıx iğnə toxuyuruq. 1, 2, 3. 3 sıx iğnə toxuduq. Bir popcorn qururuq. 1, ikinci yarım trabzan, üçüncü yarım trabzan, dördüncü yarım trabzan ve beşinci yarım trabzan. Hamısını birlikte bağladık. Sonra 7 sıx iğnə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7. 7 sıx iğnə toxuduq. Bir dənə də popcorn qururuq. Birinci yarım trabzan, ikinci yarım trabzan, üçüncü yarım trabzan, dördüncü yarım trabzan ve beşinci yarım trabzan. Bağladık. 3 sıx iğnə toxuyuruq. 1, 2, 3. Ve bir dənə də popcorn qururuq. 2, 3, 4, 5. Ve bu popcornu da qurduq. Yine 7 adet sıx iğnə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7. 7 adet sıx iğnəmizi toxuduq. Bir adet də popcorn qururuq. 1, 2, 3,
Bu da 5. Ve 3 sık iğne de sonda tokuyup sıra sonuna geldik. Sıra sonuna geldik. Şimdi bir ilmek çekerek üst sıraya çıkıp motifi çeviririk. 23. sıranı bitirdik. Hal-hazırda 24. sıradayıq. 24. sırada düz bir şekilde 27 sık iğne tokuyup gelirik. Dördüncü sırada düz bir şekilde tokuduk geldik ve bir ilme çekerek üst sıraya çıkıp motifi döndürdük. Ve artık bizim son popcorn sıramızı tokuyuruq. 5 adet sık iğne tokuyuruq. 1, 2, 3, 4, 5. 5 adet sık iğne tokuduq. Bir popcorn qururuq. 1, bir popcornu qurduq. Bir sık iğne tokuyuruq. Ve bir sık iğne tokuduq. Bir popcorn yine qururuq. Birinci yarım trabzan. İkinci yarım trabzan. Üçüncü yarım trabzan. Ve dördüncü yarım trabzan. Beşinci yarım trabzan. Popcornumuzu qurduq. Bir sık iğne yine tokuyuruq. Bir sık iğne tokuduq. Bir tane de popcorn qururuq. Bir popcorn, bir sık iğne. Bir popcorn, bir sık iğne olarak üçüncü popcornumuzu qururuq. Ve beşinci yarım trabzan. Tokuduq. 3 tane popcornumuz oldu yan yana. Şimdi 7 tane sık iğne tokuyuruq. 1, 2, 3, 4, 5, 6, 7. 7 adet sık iğnemizi tokuduq. Ve yine bir popcorn, bir sık iğne, bir popcorn, bir sık iğne, bir popcorn, bir sık iğne olarak 3 tane popcorn qururuq. Birinci popcornumuzu qururuq. Ve bir sık iğne tokuyuruq. İkinci popcornumuzu qururuq. Birinci yarım trabzan. İkinci yarım trabzan. Üçüncü yarım trabzan. Dördüncü yarım trabzan. Ve beşinci yarım trabzan. İkinci popcornumuzu da qurduq. Bir sık iğne tokuyuruq. Yanındaki ilmeden batı. Ve üçüncü popcornu qururuq. Birinci yarım trabzan. İkinci yarım trabzan. Üçüncü yarım trabzan.
dördüncü yarım trabzan ve beşinci yarım trabzan. Geri kalan 5 ilmeğinde sık iğne olarak toxuyuruq. 1 2 3 4 ve 5. 5 sık iğne toxuduq. Bir ilmek çekip üst sıraya çıxırıq ve motivi çeviririk. Artık ürək motivimiz hazırdır ve bundan sonra ilk başlarına necə ki 4 sıra sık iğne toxmuşduq. 27 ilməni 27 adet 4 sıra sık iğne toxmuşduq. İndi yine 4 sıra 27 ilmə sık iğne toxuyub gəlirik. 4 sıra 27 sık iğnəni düz bir şekilde toxudub gəldik. Bir ilmə zincir çekip ipimizi kopardıq ve formada çekirik. Artık motifimiz hazırdır. İleriki videolarımızda motiflerin birleştirme qaydasını da göstereceğim Allah'ın izniyle. Bugünlük bu kadar. Görüşürüz.